Salam aleyküm, əziz dostlar. Umarım halınız yaxşıdır. Mən biraz soyuqdur hava. Yəni biraz deyəndə mənə soyuqdur. Mən soyuqculam. Günü çox sevərəm. İstini çox sevərəm. Amma yeriz boş deyə bilərəm. Bir yerdə durmuşam. İş gözləyirəm və qabağımdakı mənzərə Qərə dağın mənzərəsidir. Yəni dağlar və duman gəlib dağını alıbdır başına. Niyə Qərə dağa bənzəyir? Çünki normalda Amerikada, Kanada dağlar, yerlər çox ağaçlıqdır. Çünki suyu çoxdur, yağışı çoxdur. Amma bu bölgənin torpağı nə cürdür ki, Qərə dağ kimidir. Yəni bəzi yer bir şeylər bitiribdi, bəzi yer bitirməyibdi. Ağac o qədər yoxdur dağlarda. Yerlərində bəzisi vaqən bitirməyib, yəni çox bitici görünmür. Əlbəttə əkinəcək çoxdur. Amma bunu dedim, dünənləri mən nənəmlə danışırdım. Biz nənə deyərik, bəzilər ana deyər. Elə bunu danışırdıq. Görən bu yerlər ki, bitirməz, ona nə deyərlər? Yəni az bitirdi, çoldan, cəvəndən, filandan, bəhmandan, orada, burada. Qalanı bitirməyibdi. Görək buna nə deyərlər? Ona indi gəlin görək yadımdan çıxmasa. Ona kecaş deyərlər. Türk dilində kecaş o yerdir ki, yaxçı bitki vermir. Yaxçı bitmir. Həm yağışı yoxdur, bu ayrı bir söz, amma məsələn bəzi yerlər var ki, bitki bitirir. Yəni ağac var, filan var. Bəzi yer var, elə görürsən, orada burada bir cəvəndən filandan var. O torpağa kecaş deyirlər. Bir də tırtır var. Tırtır. Maşın tırtır eləyən kimi. Bu nədir? Bu da dostlar, daşın üstündə ya ağaçların kötüyündə görürsünüz ki, bir şey bitibdi. Yapışıb ona, bitibdi. Çox qıssa olar, çox qıssa və ona tırtır deyirlər, tırtır. İndi bunun yanında əlbəttə bizim biraz da ayrı şeylər var. Məsələn, suyun içində bir şey bitir, suyla tərpəşir, züyüldaxdır filandır. O da nədir onun adı bizim şeydə? Ya bir cürü var ki, daşın geni də üstündə bitir, amma çox quraqlıq olur o məntəqələrdə. Daşın üstü normalda çox quraqlıq olur. Və o bitki daşa yapışır, çox bərk, çox da ucu olmaz, çox şey olar. Və qopbaz, o daşdan da qopbaz, çox zorla qopardarlar. Nənəm deyirdi ki, biz uşaqlıqda gedərdik, onu yaşlardıq, məsələn, daşla sürtərdik, onun rəngi çıxardı, ondan əlimizi xına qoyardıq. Ona da deyirlər şeytan xınası. Cəlibdir, bunları mən dünənləri nənəmlə bunların bəzilərini öyrəşdim. Hər halda, bu dağları gördüm, o yadıma düşdü. Qərə dağ ona görə, doğrudan Qərə dağ hər halda bu yerin gözəl yerlərindən biridir, yer kürəsinin və bizim payımıza düşübdür. Əlbəttə, oradan çox gözəl yerlər var, amma mənim vətənim olmadığı üçün gözəl deyil. Amma bu dağlıqları ki, deyirəm, dünəndən bunları görmüşəm, vaqəən ləzzət aparmışam, çox yeriz boş. Onlar ki, Qərə dağdadılar, mənim də yerimi boş eləyin. Amma qeydək kitabımıza, Türkçülüyün əsasları adlı kitabı oxuruq və Ziya Gökalp bunu 100 ilə yaxın öncə yazıbdır. 100-cü səfədə yox, üst-üstə son səfələrimizdə yox. Dünənləri bu səfədən də biraz oxuduq əlbəttə. Amma qutardı və qaldı. Oradan oxuduq ki, Qacar Şahının qızı Qəzvində gedib oturubdu. Hörgü hörür, yəni bir şey hörür. Bir yol. Millət istəyirlər bundan pul alsınlar, orada bir iş görəcəklər. Amma baxırlar görürlər bu arvad özünə məsələn kanfa, indi kanfa deyirlər. Kanfa deyil, hörgü hörmək, hər nəyi ki əldə toxursan ona hörgü deyirlər.
Mil ilə toxuyanlara. Bir yol deyirlər bu xəsis xanım bizə pul verməz, biz bunu nəyə gəldik filan bəhman. Görürlər də gördü, olmadı. Cimri deyirlər xəsisədə türkcə. Görürlər ki, olmadı, gedirlər qabağa. Xanım da bunları təhvil alır, soruşur nə iş var filan. Deyirlər ki, mınlı deyirlər də gəlmişdik sizdən pul alaq biraz. Deyir ki, o pullar iki millətdən yığmışsınız, onu qeytərin verin, pulun hamısını mən verəcəyəm. Pulu dəstur verir, xəzinədar gəlir. O pulu verəndən sonra deyir ki, bir qoca kişi oradan deyir ki, axı biz belə bir fikir elədik, pis də oldu, amma bu fikri elədik. Xanım ona cavab verdi ki, evet, bəli, mənim əl işlə uğraşdığımı görən bütün İranlılar, farslar şaşırlar. Bütün farslar məni görəndə ki, əl işi ilə uğraşıram, yəni məşğulam. Uğraşmaq məşğulun şeydir, türkcəsidir, məşğul ərəbcədir. Farsca dərgir dahi yaxçıdır, məşğuldan yaxçıdır. Bu, yəni, uğraşmaq, bir şeylə başı qatmaq. Buna uğraşmaq deyirik. Görən bütün farslar şaşırlar. Şaşırlar, mütəəccib olurlar. Mütəəccib ərəbcə sözdür, əcəb ərəbcə sözdür. Onun türkçəsi şaşmaqdır. Bir də bilirsiniz, bir də şaşmaq var ki, biz yoldan cayarıq, şaşarıq, o da var. Yəni, indi bu fikri yol olsun, məsələn, millətçi yolundan caymaq. Bu da var. Ya da ki, elə şey olsun, yəni, məsələn, doğrudan bir yolu gedirik, onu cayaq. Onu da şaşmaq yenə deyərlər. Halbuki mənim ailəm içində bütün qadınlar mənim kimi sürəkli əl işi ilə uğraşırlar. Deyir, halbuki onlar şaşarlar, təəccüb elərlər, amma halbuki mənim ailəmdə, yəni hətta səltənət ailəsi, belə diqqət buyurun, Qacarın qızıdır, bu şahın qızıdır, şah ailəsindən. Deyir, hətta mənim ailəmdə hamı xanımlar elə sürəkli, yəni daimi. Daim kəlməsi ki, ərəbcədir, onun türkcəsi sürəkli olurdu. Əl işi ilə məşğul olurlar, yəni bir hünərlə. Əl işi, qabaqcında dedik, incə sənətə mərbutdur. Çünki hər şey ki, əl ilə, baxın, iki dənə termin var da. Biri budur ki, maşın düzəldə, maşın yapa, biri budur əl yapa. Əl yapısı ya əl işi sənət hesab olur, hünər hesab olur. Bunun üçün çox ərzişi var. Çox ərzişi var. Və xüsusən, indi bunun biz ərzişini qət bilmirik, insanın zehnində xiyal şeyin gücləndirər. Xiyal gücü çox gücləşər. Və mütəəssifanə bizlər bunlardan daha uzaqlaşırıq. Biz sultanlar belə əl işi ilə uğraşmasaq, nə ilə uğraşacağıq? Biz sultanlar dedim, xatunlara, çünki şah balasıdır, buna sultan da deyirlər da. Bir yol. Mən dünənləri, qoyun elə bu sultan gəldi, qoy bu oxuyayım, butulum, sonra onu deyim. Deyir ki, biz sultanlar belə əl işi ilə məşğul olmasaq, başımızı qatmasaq, nə ilə uğraşa məşğul olacaq? Havadan, sudan şeylər mi? Deyir elə fəqət hava ilə, su ilə, məsələn, özümüzü məşğul eləyək. Belə bir şey bizim soyumuza yaxışmaz. Yaxışmazdır bu. Bizdə deyirik, yaraşmaz. Burada yazıb yaxışmaz. Bilmirəm, hər halda mən bunu eşitməmişəm, bəlkə də o da, amma bəllidir ki, bu deyir, belə bir şey, yəni özümüzü hava ilə, su ilə, yəni batil bir iş gəlir. Nəinki elmi yox, o hava ilə, su ilə məşğul olmaq özü bir elmidir. Amma o zaman bu elm olaraq demirdir. Yəni, məsələn, neyin yaxı? Yəni, əllaf qalaq, məsələn, belə bir şey, yəni əllaf qalmaq, işsizlik, diqqət buyurun, çox mühümdür. İndi İranda xanımların bir çoxunun zehninə bu geçibdir ki, mən ərə getmirəm ki, işləyəm, ərə gedirəm ki, ərim işləyəm, mən yiyəm. Amma bu nə deyir? Türk şahının qızı deyir ki, belə bir şey işsiz oturmaq bizim soyumuza, soyumuz yəni sulaləmizə, yəni nəslimizə, yəni bizim Türk millətinə yəni yaraşmaz, yaxışmaz.
yaraşmaz zaman. Biz səltənət işlərindən qurtulduqdan sonra boş qalmaq üçün fəqir qadınlar kimi çoxu əl işləri ilə və ev işləri ilə uğraşarıq. Deyir ki, biz mən qabaqcanda demişəm, səltənət dövrəsində həm Osmanlıda, həm Qacarda, həm o birisi dövlətlərdə xanımları gətirərdilər, çox xanım gətirərdilər. Bunlar dərbarda bunları tərbiyyət verərdilər, bunlara amuziş verərdilər, hərəsi bir iş məsul olardı. Bunlar siyasətə dixalət edərdilər. Bunların əsli işi siyasət idi. Farslar bizi hərdən müttəhəm elirlər ki, Qacarın arvadları siyasətə dixalət elirdi. Nə bilim, kiminə şey oldu, kimi yıxdı. Siyasətin işi budur. Siyasətin işi dövlət içində dövlət qurmaq, dövləti yıxmaq, dövlət düzətmək və görün bir qüdrəti ki, orada şahın arvadı, uşağı, qızı beləsi deyir ki, biz səltənət işlərindən qurtulduqdan sonra, yəni o zaman ki, başımız ayıldı, o işdən qutardı, boş qalmaq üçün, deyirən, boş qalmaq üçün bir dəlil yoxdur. Fəqir xanımlar kimi, elə o xanımlar ki, işlərlər istir desin, yəni deyib, dövlətliyə rəbti yoxdur, fəqir dövlətliyə rəbti yoxdur. Eyni fəqir xanımlar kimi biz də neynərik? Çox əl işləri ilə və ev işləri ilə uğraşarıq. Çoxluqca əl işləri ilə, yəni bir iş görərik və ev işləri ilə məşğul olarıq, başımızı qatarıq, işlərik. Yəni bu hərəkət bizim soyumuz üçün bir eyb deyil. Bunu da Osmanlı dövrəsindən çıxan bir adam yazır. Ha, bu iş, yəni işləmək, bir iş görmək bizim soyumuz üçün. Bizim ailəmiz, şah ailəsidir, qızı işləyir, bu eyb deyil. Amma indi filan kəs deyir ki, mən məsələn, nə bilim, ərinin başmağın deyir adam, deyir ki, mənim ərim döydürdü də mən işləyənmərəm məsələn. Soyumuz üçün bir eyb deyil, bəlkə böyük bir şərəfdir. Deyək, işləməyi şərəf bilir. Qədimdən deyiblər ki, kişinin cövhəri işdir. İş kişinin cövhəridir. Kişi burada o anlamda işlənir ki, Türkiyədə işlənir. Türkiyədə kişi deyəndə, yəni insan, arvad kişi fərq etməz. Erkək dişi fərq etməz. İkisinə də kişi deyilir Türkçədə. Bu da deyir ki, bu bir şərəfdir bizim üçün ki, işləyək. Baxın, qərb dövlətləri də bu üçü gedib qabağa, hamısı işləmək sayəsindədir. Burada xanımlı, ağalı hamı işlər, dövlətli, kasıblı hamı işlər. Onu mən bunu da bildirim. İşte əski türk qadını belə düşünür və belə davranırdı. Baxın, o feministlikdən danışır. Deyir, əski, qədimi türk xanımları belə düşünərdi. Yəni, bu cürsü işləmək, siyasətə girmək, iqtisada girmək, ticarətə girmək, ərinlə, övladla hüququ, bərabər hüquq sahibi olmaq, paltarın, giyimin, özgənin icazəsi ilə giyməmək, bunlar düşündüyü kimi yəni. Əski türk qadını belə düşünür, yəni düşüncəsi nə idi? Baxın, düşünmək kəlməsi dedim fəlsəfə. Nə cür düşünərdi? O, onun fəlsəfəsidir, yaşam həyatıdır, yaşam tərzidir və belə davranır. Davranmaq yəni hərəkət etmək. Hərəkət ərəbcədir, onun türkçəsi davranmaqdır. Və beləsi davranır, yəni belə də işlər. İndi, o şey ki, deyəcəkdim dostlar, bu bəhs qutardı, ondan sonra ayrı bəhs başlayır, ona görə bunu gedim. Mən çox bunu eşitmişik ki, mən özüm də bunu bəlkə elə əvvəllərdə 2012-də ya 2013-də bunu Günas TV-də dedim ki, ondan bu yəni dəfələrcə təkrar da eləmişəm ki, bizim Riza Palani şahlığa gələndən sonra ingilislərin əliylə birinci ki iş gördülər, budur ki fars dilin hamının evinə keçirdələr. Bunlar ad və şöhrət gətirdilər. Dedik, bu türk və ərəb sisteminə xilaf idi, tərsinə idi o sistemlərin. Və burada insanları məcbur eləyərlər ki, yavaş-yavaş farslaşarlar. Məsələn, zadə sözü adları onda gəldi, yoxsa axirdə yayı nisbət ya ki vardı, yəni məsələn, çalanlı, mülüklü, qıbatlı, bunlar ki deyirik, bunlar yerlərdir, kətlərdir.
Mən məsələn Kəlanlıyam. Bunu məsələn götürdük Kəlani və kəlmələri farslaşdırdı filan, türkçülükdən çıxartdı. Dostların biri sağ olsun, görürəm ki, bir kətlərin adlarına baxır. İranda olan, bu cəli İran məmləkətində olan türk kətlərinin adına baxır, türk torpaqlarının adına baxır və onların dəyişikliklərini axtarır, tapır. Və cəlibdir ki, adamlardan da soruşur ki, sizin kəndin adı niyə belə olubdu? Bunun adı nə idi? Məsələn, bunu da görürəm ki, adamlardan soruşur Instagramda. Mən də bunu düşünərək, yəni daimən, amma o cür ciddi düşünməmişdim, doğrusunu desək. Yəni elə bilirdim bu həddəcən ki, teorik vəziyyətdə də, yəni Rza Şah dönəmindən başladılar adları, zadları dəyişdirmək. Amma bir neçə gündür fikirləşirdim və dünən bunu nəticəyə çatdım. Bu dünənki fikrimin nəticəsidir. Nənəmlə də bunu danışdım. Nənəm biraz məndən fərqli baxır, amma mənim fikrim budur. Mən öz nəslimizdə, indi xahiş eləyəcəm hər kəs ki, bu videonu hər zaman ki, qulaq asacaqdır, bu fikri öz ailəsində aparsın. Mənim 54 yaşım var. Mənim nənəm də qoyaq ki, məndən 18 il yekədir. Məsələn, qoyaq ki, 72, 73 yaşı, 74 yaşı var. Məsələn deyək, ərz eləyim xidmətinizə, hər nə qədər, mühüm deyil. Mən baxdım, görəm ki, mənim nənəmdən qabağa, yəni mənim nənəm, mən nəsləm, bir nəsl mənəm, bir nəsl mənim balalarımdır, bir nəsl nəvələrimdir. Bunlar məndən sonrakılar. Yəni mənim nəvəm var indi 2-dən, Allah saxlasın. Balalarım, bu 2 nəsl, özüm 3-cü nəsləm. Mənim daldakı nəslim nənəm, dədəmdir. Onların daldakı nəsli babamla babalarımdır, böyük nənələrimdir. Onların nəsli cəddlərimdir, cəddim və cəddələrimdir. Tamam. İndi mən baxdım, görüm ki, məndən daldakı nəsli, yəni nənəm nəsli. Yəni onlar ki, 75 yaşları və üstədir. O nəslidə görək ki, adlar nədir? Kəndimizdə adlara baxaq, famililərdə adlara baxaq. Mən bir adları soruşdurdum. Məsələn, sənin əmiləri adı nədir? Dayıları adı nədir? Əmi qızları adı nədir? Dayı qızları adı nədir? Xalaların nədir? Xala qızların nədir? Babaları adları nədir? Dədə babası, nənə babası adları nədir? Nənəvin xalaları, dədəvin xalaları, dədəvin əmiləri, nənəvin dayıları, dədəvin əmiləri, dədəvin dayıları. Bunlar nənəvinki daha belə. Bunların adları nədir? Diqqət buyurun. Gördüm ki, bizim kətdə, məsələn, mənim babalarımın adı, hətta nənəmin nəslinə qədər, yəni babamın uşaqları, mənim onlar dayılarım, xalalarım. Bunların uşaqlarına qədər adlar türküdür ya ərəbidir. Yəni, məsələn, Rəhman, Rəhim, Abbas, Məmmədqulu, Hüseynqulu, Əlqulu, Mehdiqulu, İmran. Ya da türkdür, İsmiran, Ağaxan. Diqqət buyurursunuz. Tamam adlar ki, yəni, beləsi deyim, mənim nənəmin dədəsi. Yəni, mən birinci nəsl, mənim qabaqçı nənəm olur ikinci nəsl, üçüncü nəsl mənim nənəmin dədəsi və nənəsi. Onların dövründə heç kəsin adı, 3 kəndə diqqət eləmişəm mən, 3 kəndə özümüzdən. Çalan, Mülük, Köhlük və Qibet. Qubetdilər, Qubadlılar, onlar şeydən gəlmişlər, həm mühacir deyirlər onlar, həm də Qubet deyirlər. Əlbəttə, Qubetdilər də, məsələn, bizim kəndin sahibi imişlər. Əgər iştibar eləmirsən, Mendərən ilə Qubet, o məntəqənin kollən sahibi imişlər. Onları, Çalanı, onlar şey eləyiblər. Məsələn, sonra mülk veriblər Çalana. Beləsi deyək. Böləndə də oranın Axar-Baxar addır, yəni
suyu töküblər dağın yapıb düz yerinə, hangi tərəfdən axıb hangi tərəfə deyiblər, bura sizin kəndiniz, bu üzədəki axmayıbdır, bu üzdə bizim kəndimiz, da bizim mülkümüz. Ərz eləyim xidmətinizə, mən baxdım, gördüm ki, mənim babamın qardaşları və bir bacılar varmış, 7 qardaş bir bacı imişlər, dədələri, nənə tərəfimdən. Heç birisinin adı fars deyil. Heç birisinin. Ya ərəbdir, ya türklə ərəbdir, ya türkdür. Nənəmin nənə tərəfi və nənə tərəfindən nənəmin baba tərəfi, yəni yenə də nənəsinin, yəni babası da, nənəmin nənə tərəfindən babası. Yenə də onların hamısının adı ya türkdür, ya ərəbdir. Amma o zamandan ki, bizim adamların ayağı açılıbdır idarələrə. Yəni, Pəhləvi gəlibdir. Mənim Mehdiqulu babam var, Allah rəhmət eləsin, ölübdür, gedibdir. 25 ildən çox olar ölübdür bəlkə, ya 25 il olar. O, Qacar dövrünün deyirlər sərbazı olubdur. 110 il zadda yaşadı. Bir yol. Və ömrünün çoxunda işlədi. Yəni, mənim yadıma gələn axirdə 1-2-3 il işləmədi. İşlirdi, daş sındırdı üzdə. Təbrizdə belə gedir daş sındırmağa. Çox dözümlü kişi. Yəni, Polad dediğin kişi o. Yəni, mən ömrünün axırınca bundan belə ki, bizlər də kasıbıdıq falan. Bəhman görmədim bir sızıldıya ki, məsələn, mənim ehtiyacım var. Və o zamanacanda ki, bizə gələrdi, bəzən görərdim piyada gələrdi. Şahabad deyirik da, o tayda 40 metr tərəfindən. Şahabaddan piyada gələrdi baharda, Qərağacla baharın arasında bizi görmək, məsələn. Bir yol. Adı Mehdiqulu. Onun da ailəsinə baxdım. Kəndimizdə olan ailələrə də, üst-üstə deyim ki, kəndimizdə olan ailələrə baxdım. Gördüm ki, onlar ki, o dövrəcən, yəni mənim babamın, istəyirəm onu deyəm, mənim babam Qacar dövrü zahirən xidmət eləyibdir. Rıza Şahın tac qoymasını görübdür. Ehtimalən Rıza Şahın tac qoydusu zamanı ya ondan qabaq mənim babam sərbazmış. Mehdiqulu babam. Və görüb hər halda. Onları, çünki onları özümə də danışanda mənim yadıma gəlir ki, deyirdi ki, görübdür bunları. O dövrdən ki, sərbaz aparıblar insanları, yəni türkləri aparırlar fars qismətlərinə, farsları göndərirlər türk qismətlərinə. Budur da milləti qatırlar bir-birinə ki, yəni bunlar fars dili gəlsin. Sonra da idarəyə düşür. Yəni, da xanlar, zadlar o qədər iş mərkəzi olmurlar. Sicilli almağa gedirsən dövlətə, şikayət edirsən, gedirsən, o zaman şey deyirlər adına, əmniyə. Gedirsən əmniyə, jandarmeri oldu sonra, gedirsən əmniyə ya pasqaha, jandarmeriyə, bir yol dadqaha gedirsən, mədrəsələr yavaş-yavaş açılır filan bəhman. Bu dövrdə yavaş-yavaş adamların adı ikiləşir. Yəni, mənim nənəmgilin, dedim, bir dədəsigil var, nənəmin dədəsi, nənəsigil var, bir də nənəmgil var. Nənəmgil bir teyfidir da, yəni mənim məsələn indi uşaqların bir teyfidir, nəvələrin bir ayrı teyfidir, bu cürsü deyirəm. İndi orada baxırıq, görürük ki, adlar yavaş-yavaş değişilir. Məsələn, adlar var, fars adı ilə qatışır. Zərtac, Gültac, Fəxrintac, Tacsər, Əfsər, Tac, Əfsər. Məsələn, bunlar görürsünüz, hamısında bir cürrüqlə farsıya gedir adlar, yavaş-yavaş. Amma bunu yanında məsələn, Fatma Sultan qatışır. Din adları var. Çox gül adı ki, daimən türk adıdır. Gül adları həmişə olardı. Amma, məsələn, Zərnişan. Bunlar o adlardır ki, yavaş-yavaş başlayırlar farslaşmağa. Amma yenə də görürsünüz ki, var. Məsələn, baxırdım, sonra radyonun təsirin.
Məsələn, bizim nənənin bizim kəndə radio gələndən sonra bizim famillərdən biri bir qızı olur, adını qoyur Kətayun. Radiodan, çünki bu o Şahnaməni radiodan deyirlər. Çox bu Kətayunu nə bilim eləymiş, beləymiş, nə cürmüş. Bu bizim familinin də xoşu gəlir. Bir dənə qızı olur, adını qoyur Kətayun. İstəyirəm bunu deyəm ki, yəni bir zaman içində hər hökumətçi gəlir özü ilə ad gətirir. Özü ilə bir sistem gətirir. İnsanlar istəyirlər ona yaxınlaşalar. Ondan düşmən görünməyələr. Məsələn, Həzrəti Məhəmməd gəlir, din gətirir və adamlar istəyirlər deyərlər, mən müsəlmanam. Birinci şey ki, mən müsəlmanam adlarıdır. İnsaf əli. Şiəliği qışqırır. Amma qabaqcan, məsələn, bir 7 nəsl qabaq, 10 nəsl qabaq, 20 nəsl qabaq, mənim, məsələn, mümkündür dədəm, babam adını qoymuş Ömər, Osman, Əbu Bəkr. Çünki o məqtədə də şiəlik yox idi. O zamanda da İslam var idi. İslamda da Ömər, Əbu Bəkr, Osman o qədər möhtərəm addır ki, Əli möhtərəmdir. Yəni, Həzrət Məhəmmədin damadıdır ya da Həzrət Məhəmmədin qeynatasıdır. Diqqət buyurursunuz. Ömər qeynatasıdır. Əbu Bəkrlə Osman da fikrim damadlarıdır. Peyğəmbərin damadıdır. Və hətta məsələn bir qızı gedib ölübdür, sonra da o ikinci qızını verib həman adama. Bunun üçün məsələn adlar gəlirlər. Məsələn görürsünüz ki, Türk hakimiyyəti dövrəsində sultan adı çoxdur xanımlarda. Əlbəttə kişilərdə Sultan Əli. Məsələn bunu Allah rəhmət eləsin, bizim famillərdən biri var idi. İran-Əraq savaşında da, İran öldürdüğü, adamları öldürdüğü savaşda da getdi, şəhid oldu. Çox heyf oldu bu tür cavanlar. Amma görürsünüz ki, o radio gələndən sonra adlar dəyişir. Məsələn, mən baxırdım, indi məsələn, necə nənəmin uşaqları mənim şeylər, indi əmilərimin, nənəmin əmilərinin uşaqlarına, nənəmin dayılarının uşaqlarına, nənəmin xalalarının, əmmələrinin uşaqlarına baxanda da görürəm ki, onlar ki, məzhəbidirlər. Məsələn, Allah şükür, Çalbaş Şükür adında bir, Allah rəhmət eləsin, bir şərif insan var imiş. Var idi. Yəni, mənim bir tərəfdən də nənəmin maması, yəni əmməsi. Ərəbcə əmmə biz mama deyirdik. Bibi də deyirlər buna. Bibisinin əri. Eyni halda mənim dədə babamın qardaşı. Məsələn, onun uşaqlarının hamısı din adıdır. Ələhbər, Əlqulu, Heydər və görürsünüz ki, hamısı din adıdır. Amma bəzi adamlar ki, siyasətə gedir, dövlətə gedir. Məsələn, mənim dedim, nənəmin dədəsi çox şik adam, giyinən, savadlı, gedib dərs oxuyubdur, idarə işin bilən, yaraşıqlı, bir yol çox yaraşıqlı insan, yəni. Ömrünün axirinəcən yaraşıqlığından durmadı. Yəni, çox şik bir insan idi. Və gözəl, göyçək, bir işi bilən, gücü bilən, dövlət işin bilən, əxlaqlı, bəd əxlaqlığı da olardı əlbəttə, amma bir yol. Məsələn, baxıram, görürüm ki, onlarda yavaş-yavaş adlar idarəyə gedirlər. Adlar yavaş-yavaş farslaşır. Birdən baxıram, görürəm ki, Qubet adında bir kət var bizim kəndin yaxınlığında. Qubetdilər. Adı Qubetdir, amma deyirlər Qubatdan gəliblər. Yəni, Qubat ki, Quzey Azərbaycandadır. Oradan mühacirət ediblər, gəliblər bura. Dövlət biraz da şeydirlər. Bunların adları hətta bu nəslə qədər, yəni, yaxşı ki, mənim nəslimə qədər, mənim nəslim də yəni, adları mütləqa şeydir, türkdür. İçində məsələn 10 nəfərdən biri məsələn adı müsəlman ad olar, ya İranı ad görmədim mən içlərində. Yəni fars ad görmədim içlərində. Tamam adların hamısı müsəlman ad, türk ad. Və əksərən də türk ad. Biraz da onlar din cəhətindən bizim kəndlilər çox
bir cür deyim ki, tohin də olmasın axı. Bizim kətlər çox dinçidilər. Dinçilikdən biraz da ahmaq olublar. Burası tohin oldu. Onların kətləri biraz dinsiz deyil. Bizim kimi dinli deyirlər. Dinləri var özlərinə, özləri bilərlər, Allahları bilər. Çünki heç kəsin dinin, bu dünyadakı gördüyümüz dinlər din deyil. Bunlar insanlara nümayiş eləyirlər. Yəni, heç kəs bilmir ki, məsələn, mən indi burada saqqal qoyam, filan eləyəm, möhür, namaz, düz də dolanam, heç oğurluq da eləməyəm zahirdə, xalqın namusuna da öcəşməyəm, nə bilim, heç işdə, xilaf işdə eləməyəm. Amma o dünyada görələr ki, cəhənnəmin dibinə məni veriblər. Niyə? Məsələn, bu adamın zehni daimən günah elirdi. Əli çatmırdı, amma zehnindən günah elirdi. Ya əslən yalandan bunlar elirdi ki, fəqət adamlar bunu qəbul eləsin. Nə yaxşı adamdır, nə dinçidir, gəl, buyur qabağa, otur üstə filan bəhman. Bunların hamısını o dünya fəqət Allah bilər. Yəni Allahdan sonra heç istəyə bilməz ki, kim dinlidir, kim dinsizdir, kim inanır, kim inanmır, kiminki düzdür, kiminki qələtdir. Mevlana'nın bir şeiri var, deyir ki, Musa gedirdi, Musa peyğəmbər deyir, gedirdi, yolda gördü bir dənə çoban ibadət edir. Dedi ki, gördü, qulaq astı, gördü ki, deyir ki, durub orada indi Allah ilə danışır da. Ey Allahım, ey Allahım, sən hardasan, mən sənə qurban olum, başıva dolanım. Gəlim sənin çarıqları cüddüyüm, tikim, əlvi öpüm, ayağımı yum, başımın telin darıyım, gözümü silim. Məsələn, yuğundurum da səni yəni. Musa biraz qulaq astı, dedi ki, oğlum bu nə namazıdır qılırsan? Bunu Allahla getdi bu adama dedi ki, bu namaz deyil. Kəsənə namaz öyrət. Gəldi otu buna bir şey öyrətdi. Düşdü yola getdi. Biraz gedəndən sonra adam dedi qoy bir namaz qılım ya, duamı eləyim də, Allahla danışım. Allah taza öyrəşdim, bax yadında deyil. Qeyddi özünün üçün deyə gördü, özünün üçün də yadında deyil. Allah, mən axı bə səndən danışırdım, nə oldu? Bu adam gəldi, dedi mən peyğəmbərəm, məni səndən də qoydu, onun üçün də öyrəşmədim, sənin üçün də öyrəşmədim. Qabaqçı da yadımdan çıxdı. Allah bunu dedi ki, Musa qeydalıya oğlum, qeydalıya geçilən adamı qeydər özünün üçün öyrət. Çünki o öz dili ilə, öz sözü ilə mənə inanmışdı, gəlirdi, danışırdı, mənə deyirdi. Sən ona bir şey öyrətdin ki, o başarmır. Onun dili deyil. Məsələn, indi bir adam Ərəb də belə danışmaz. Oğlum, bu ərəb deyilsən danışırsan. Sən öz dilində danış. Sənin dilin bəzi hərfləri deməz, bəzi hərfləri olmaz. Çıx getsin. Hər halda çox uzatdıq. Hər halda istirdim sizlərdən xahiş eləyəm. Sizlər də bu cinayətə bir baxasınız, görəsiniz ki, məsələn, sizin famildə necədir? Sizin famillərdə də bu cür olubdur. Yəni adların dəyişiminə bir baxın tarixinə. Görün, yazın əslən. Bir dənə list düzəldin. Məsələn, 4 nəsl qabaqdan. 4 nəsl qabaqdan adları yazın. Birinci nəsl, ikinci nəsl, üçüncü nəsl, dördüncü nəsl. Birinci nəslə xanımlar, ağalar. Adları yazın. Gəlin beləsi. Heç kəsi də rəddə çıxmayın. Yaxın, uzaq. Bildiğiniz adları yazın. Sonra deyin ki, məsələn, hətta böyüklərinizdən də soruşun. Ad yadımdan çıxmayıbdır. Görəcəksiniz ki, əcib adların hamısı türkdür. Birazı da şiədir. Şiə türkdür. Bir çoxu beləsidir. Yəni, məsələn, o adlar ki, qulusuz adı var. Bunlar qulu türkdür. Əlisi, məsələn, Əli qulu. Ələhbər. Bu əlisi ərəbcədir, qulusu türkcədir. Sultan Əli. Sultan Hüseyin. Bunların da yenə birazı ərəbdir, birazı türkdür. Əlbəttə Sultan özü də şeydir, ərəbcə sözdür. Amma bizim şahlarımızın ləqəbidir. Yəni oradan gəlmə deyil. Onun üçün. İndi gedək 100-ci səhifədə biraz sürətlə oxuyayım, biraz da çox bu cür yubartdım. Gələcəkdə ailə əxlaqı necə olmalı? İndi buradan keçəcək ailə əxlaqını dedi. Tarixdə türklər belə olubdu, xanımlar belə olubdu, ailə əxlaqı belə olubdu. İndi gəldi deyir ki, gələcəkdə, indidən qabağa, məsələn bizim indi gələcəkdə ailə əxlaqı necə olmalıdır? Türklərin
gərək ailə əxlaqında və gərək cinsel əxlaqında nə qədər yüksək olduqlarını yuxarıdakı bölümlərdə gördük. Gördük ki, türklərin əxlaqı yüksəkdir, yuxarıdır. Həm cinsel əxlaqları, həm ailə əxlaqları. Bunlar yuxarıda, yəni bu üstəki neçə gün danışdıq, onları düzdür. Bu gün türklər tamamən bu əski əxlaqı qayb etmişdilər. O əski əxlaq tamamən aradan gedibdir. Yəni dedim də xanımlar nümunəsi işləri özünə ar bilirdilər. İndiki taza nəsillər başladılar işləməyə. İran, yəni farslar. İran sözü taza sözdür. 1313-də Rıza Şah dövrəsində bunu adını qoyublar. İran adında torpaq yoxdur tarixdə. Və Yunan mədəniyyətləri, İran və Yunan mədəniyyətlərinin etkisi ilə qadınlar isarətə düşmüşlər. Hüquqca aşağı bir dərəcəyə yenmişlər. Deyir ki, bu iki dövlət, yəni Yunan və İran, Sasanilər dövrəsinə ehtimalən və oradan qabağa gedir. Deyir, onların ətkisi ilə, yəni onların təsiri olaraq qadınlar əsarətə düşmüşlər, əsir olmuşlar. Kimə əsir olmuşlar? Dədiyə, qardaşa, ərə, dövlətə. Hətta dinə, hətta əxlaqa. Yəni, bədbəxtlərin əsarəti, axı bir var, adam bir nəfərin əsiri olar, tamam ondan geçinər. Da nə inəmək da, əsiri olmuşuq, gətirib də adam indi ya vuracaq, ya döyəcək, ya da yatacaq. Amma bu o cür deyil. Dədə bir tərəfdən, nənə bir hələ, o da var, o da bəzən dədədən də pisdir. Qardaş ondan da zalim, ərə gedir, ər də ondan zalim, din ondan zalim, əxlaq ondan zalim. Tamam, arvad isə əsirdir, yəni yazıq arvad doğulub əsarətə. Hüquqca aşağı bir dərəcədə, hüquqca yəni qanun çərçivəsində. Qanun da dedim, yenə də deyirəm, din qanundur, əxlaq qanundur və dövlət qanunları qanundur. Yəni o şey ki, sizə deyir, getmə, getsən vuraram, getməsən vuraram. Yəni bir işi görsən də mücazat edir, görməsən də, bir işi də görməsən mücazat edir. Buna deyirlər qanun. İndi bu əxlaq olur olsun. Əxlaq nədir? Məsələn deyir ki, burnuvu fınqırsan yerə, dövlətdəkilər məsələn pis baxacaqlar. O əxlaqdır, o döyür səni. O gözü ilə, o baxması ilə səni döyür. Bu özü əxlaq, yəni qanun. Deyir ki, hüquqca aşağı bir dərəcəyə yenmişdilər. Yenmək yəni indirilmişlər, gətirilmişlər aşağıya. Bir də ki, şikəst yemək anlamında. Yenmək dedik, şikəst yemək anlamındadır. Yəni bu xanımlar şikəst yiyiblər. Niyə? Çünki qabaqdan dedik, Amazonlar dövlət qururdular. Dedik, Qacarda dövlət qurmuşdu. Xanımlar dövlətin içində idilər. Dedik ki, camiədə xanım kişilərə boyun əymirdi, dədəsinə, qardaşına, ərinə boyun əymirdi, dövlətə boyun əymirdi. Amma indi nə olubdu? Şikəst yiyiblər, şikəst yemiş insanların ruhuna sahib olublar. Bu mənim fərziyyəmdir. Hala üstündə işləyirəm, şikəst yemiş insanların ruhu nədir olar? Türklərdə milli kültür idealı doğunca, əski türklərin bu gözəl qurallarını xatırlamaq və diriltmək gərəkməzmi? Deyir, indi ki, türklərdə başlamışıq, biz yavaş-yavaş bu şeydən çıxırıq. Milli kültür idealı doğunca. Yəni bizim milli kültür idealı yavaş-yavaş zehnimlərimizdə düzəlir. Bizim milliyyətçiliyimiz, milliliyimiz, xanımların haqqı, bunlar yavaş-yavaş zehnimizdə doğulur. Əski törənlər. Törənlər dedik, adət, rəsm, rüsum, qanunlar. Törən olur əxlaq, din, qanun, hər nə ki var idi, şəfahid amma. Bunlara fars dilində və ərəb dilində ürf deyirlər. O ürf, yəni törənlər bu gözəl qurallar həm qanun qaidələrdir, həm də o nəhad deyirlər farsca. İctimai bir ailə kimi bir şeylər. Məsələn, dedim, əxlaq özü olardan, məsələn, din özü olardan. Qurallar xatırlamaq və diriltmək gərəkməzmidir? Bunları xatırlamaq, xatır sözü ərəbcədir, bizdə də işlənir.
Xatır, yəni yada salmaq. Yad ərəbcədir. Xatırlamaq, yenə də bunu bir yadımıza salaq. Və diriltmək. Ölü rəsmlərin bəziləri diriltmək. O cümlədən xanım haqlarını diriltmək. Yəni bizim babalarımızda, dədələrimizdə bu var idi. Niyə özümüzdə olmaz? Niyə balalarımız belə yaşamasın? Axı niyə məsələn mən gərək qızım məsələn gedə əsarət kimi bir vəziyyətdə yaşayır? Qızımın oğlumla nə fərqi var? Mən qızlarım oğlumdan çox mühümdür mənə. Demirəm oğlum mühüm deyil, oğlum da mühümdür. Amma çox mühümdür qızlarım. Çünki bunlar tarixdə məzlum qalıblar. Mənim öz dövrəmdə də, bir dövrəmdə də mən də bunları məzlum eləmişəm. İşte bu nədənlədir ki, məmləkətimizdə türkçülük axımı doğar doğmaz feminizm idealı da bərabər doğdu. Deyir bu nədənlə, bu nədən dedik ki, səbəb, dəlil, Burhanın ki, hamısı ərəbcədir, onların türkçəsi nədən? Bu nədənlədir ki, yəni bu şeylərə görə dedik, məmləkətimizdə, yəni torpaqlarımızda, vətənimizdə, yurdumuzda, məmləkət ərəbcədir, onun türkçəsi yurt, torpaq, vətən ərəbcədir. Məmləkətimizdə türkçülük axımı doğaraq, türkçülük axım dedik hərəkət. Türkçülük axımı hərəkəti doğar, doğmaz. Yəni elə indidən biz indi başlamış hərəkətə, hələ bir dövlətimiz yoxdur, hələ çox adamlar milli deyirlər, hələ çox adamlar məsələnin nə qədər acı olduğunu, ağır olduğunu düşünməyiblər. Deyir elə bu dövrdə feminizm idealı da bərabər, yəni bu arvadların haqqı, hüququ kişilərlə bərabər, %100 bərabər olmasını da gərək nə edək? Özündən doğduraq, yəni bunu doğduraq. Və bu xanımlara, bu qızlarımızı deyək ki, mənim nə qədər haqqım var, qızımın da, nənəmin də, arvadımın da, qız dostumun da o qədər haqqı var. Bacımın da, gəlinimin də. Türkçülərin həm xalqıçı, həm də qadıncı olmalıdırlar. Türkçülər həm o adam ki iddia edir mən türkçüyəm, o türkçülər həm xalqıçı, yəni millətçi olmalıdırlar, elçi olmalıdırlar, el dedikdə yəni millət. Elçi olmalıdırlar, həm də qadıncı olmalıdırlar, yəni qadın haqlarından müdafiə olmalıdırlar. Necə biz millətimizin indi haqqından danışırıq? Baxın, millətlə xanımın haqqını bərabər danışmasan, burada da deyir, mən də bunu mötəqidəm. Xanımla millətin haqqını bərabər danışmasan, naqisdir yol. Diktatorluq da arvadların əleyhinə. Arvadları isarətə saxlamaqdır. Onun üçün biz arvadların, xanımların, nənələrin, bacıların haqqın millət sözü ilə bərabər işlətməliyik. Yalnız bu yüzilin bu iki idealə dəyər verməsindən dolayı deyildir. Deyir, yalnız buna görə deyil ki, deyək, indi Avropada demokrasi var, hüquq zən var filan bəhman. Bunlara yox. Hüquqi zən bunlar deyirlər, biz onlara yox. Biz insan olaraq nənəmizdən, bacımızdan, arvadımızdan, uşağımızdan, gəlinimizdən difa eləməliyik. Bir. İkinci, bizim tariximiz bu cürdür. Üçüncü, bizim məsələn türk olmağımız budur. Yalnız bu yüzilin bu iki ideala dəyər verməsindən, dəyər yəni ərziş və qiymət verməsindən dolayı deyildir. Dedik, demokrasi, azadi, qanun, hüquq-i zəm, feminist, bunlar ki deyirlər, bunlar özlərini. Biz bunlara qədimdən mötəqididik və indi mötəqid olmalıyıq. Əski türk həyatında demokrasi ilə feminizmin iki başlıca əsas olması da bu konu və mövzularda böyük bir etkəndir. Deyir ki, çünki əski türklərdə, qədim türklərdə demokrasi və xanım haqlarından müdafiə eləmək iki başlı bir şeydir. İki başlı bir şeydir. Əsas düzdür. Yəni payadır, binurədir. Bunun üstündə tikilir camiə. Bunun üstündə. Düzdür biz millət ya el deyəndə həm arvad var, həm kişi var. Amma xanımlar üçün məzlumlaşıblar keçən neçə yüzildə. Üçün isarətə gediblər. İndi gərək onların adların və haqların millət haqqı ilə bərabər gətirək. Yəni gərək hər hizb, əgər millətin nəcatı üçün 10 bəndi yazır, 10 bəndidə xanımları, hər 10 bəndidə xanımların adını da gətirməlidir. Və onlara haqqlarını deməlidir.
Bu konu dedik mövzu elə işinə yazır və konu və mövzularda böyük etkendir. Yəni deyir o bizim tariximiz buna təsirlidir. Başqa millətlər çağdaş mədəniyyətə girmək üçün keçmişlərindən uzaqlaşmaq zorundadırlar. Bəzi millətlər üçün keçmişlərində məsələn feminizm yoxdur. İran farsları məsələn misal vuraq. Niyə farslar feminizmlə müxalifdilər? Niyə məsələn İlham Əliyevə həmlə eləyəndə İlham Əliyevin adına həmlə edirdilər? İlham nə cür ilhamdır ki, adı İlhamdır. Yəni deyirdi bəlkə bir nəfər adın qoysa İlham, bu aşağılana bilər. Yəni arvadlar aşağılana bilərlər. Çünki arvad adı aşağılanmalıdır. Belə düşünürdü. Ziyalıları ha, radyo televizyonları ha, yazarları ki Facebook'da, orada, burada, Instagram'da, Telegram'da yazırlar ha, danışırlar, olar. Onlar ki gəlirlər, suxənranlıq elirlər bu nə mənə hassa fulanda. Bunlar İlhamın adı xanım İranda üçün axı dostlar, ərəb adları hər məmləkətdə ad dəyişər. Məsələn, bəzi məmləkətdə Əkrəm, hətta İranın özündə Əkrəm həm kişi adıdır, həm arvad adıdır. İranın özündə. Yəni məsələn, lorların bir çoxunun adı Səgvəndidir. Məsələn, biz onlara gülaq. Səgvənd. Onların fərhəngi kültürüdür. Bizim bir çox insanımızın adında indi qurt var. Özünə qurt adı götürür. Məsələn, deyək, tohin, yox, tohin deyil. Hər millətin bir dini də gəlir, dəyişdirir, adları da dəyişdirir. Amma bir insan istəyə bir ayrısını təhqir eləyər. Çünki bunun adı arvaddır, arvad, məsələn, arvad adıdır öz kəndində. O, onun üzü ilə arvadları təhqir elədiği üçün o adı təhqir eləyir. Yəni, o İlhamı təhqir eləmir. O deyir ki, arvadlar mənim nəzərimdə əskikdilər. Onun üçün İlhamda da, filan Azərbaycan başbaşqanında da, prezidentində də adı, arvad adıdır, mənim nəzərimdə, mənim kəndimdə. Ona görə mən onu təhqir eləyə bilirəm. Çünki arvadı təhqir eləyərəm. Bunu deyir burada. Deyir ki, bəzi millətlər çağdaş yəni müasir. Müasir ərəbcə sözüdür. Onun türkçəsi çağdaş. Çağdaş mədəniyyətə girmək üçün geçmişlərindən uzaqlaşmaq məcburiyyətində zorundadılar. Zor məcburiyyətin türkçəsidir. Zorundadılar. Halbuki türklərin modern mədəniyyətə girmələri üçün yalnız əşli geçmişlərinə dönüb baxmaları yetərlidir. Deyir ki, lakin ərəbcə sözdür. Halbuki türklərin modern mədəniyyətə, modern yəni bu taza. Dostlardan biri gözəl bir tərif verdi modernə. Deyir, ağa, modern nəyin qabağında modern? Rönesansdan qabaqçı durumun qabağında bir dana Rönesansdan sonra fikri moderniyyət tapılır, sonra da teknolojik moderniyyət tapılır ki, bu günəcən gəlir. İndi bu gündən başlayıb pəsa modern deyirlər. Yəni moderni geçmiş, farsça pəsa deyirlər. Modernidən geçmiş dövrə. İndi bu başlayanda, məsələn, deyək, internet dövrəsi. Yaxçı, indi modern mədəniyyətə girmək üçün, dedik ki, bu dövrdə də teknolojilər var da. Məsələn, çap gəlir, kitab gəlir, ruznamə, məcəllə, film, sinema, maşın, təyyara, bunlar gəlir. Bunlar olur mədəniyyət, taza modern mədəniyyətin görsəmləri bunlardır. Yalnız əski geçmişlərinə türklər əgər yalnız təhcə geçən tarixlərinə baxsalar, dönüb baxmaqları yetərlidir ki, biz lazım deyil geçəcəyimizi unutaq. Biz həm demokrasiya sahibiydik, həm feminizm idik, hər cəhətdə. O zaman ki, bizim imperatorumuz kişi olanda yazsaydı ki, xaqan əmr elir, sözü geçərli olmazdı, gərək yazıydı xaqan və xatun əmr elir. Tamam da, bu qədər feministi bir cami. Amerikanın rəis cumhuru indi hələ feylən onu yazanmaz. Yazsa hələ gülərlər. Ki, Amerikanın rəis cumhuru Joe Biden götürür yaza ki, məsələn, mən və xanımım əmr edirik ki, filan milyard dolar infrastruktura, 3 trilyon dolar, məsələn, infrastruktura İranda zirbinayı işlər. Əsas işlərə təxsis verilsin. Hamı gülər ki, oho, şərik çıxartdı.
Amma görün türklərdə bu var idi. Aha, bizim arvadlarımız hər şeyimizə şərik olmalıdır. Heç olmasa mən özümdə bunu deyim ki, mən özümdə bunu yaşamağa cəhd eləmişəm ki, qızlarım, oğlum, xanımım, həyat yoldaşım, dostum, bunlar olublar mənim sindicanlığımda. Bunlar, mən bir təsmin tutanda onlardan nəzər alaram. Əksəriyyətin nəzərin üstü ilə gedərik. Bizim evdə belə idi. Bir yol. Nəzərimi də dəyişdirsəm, deyərəm ki, bu dəlilə. Məsələn, siz bu dəlilə fikir verməmisiniz, mən bu dəlili burada vardı. Əski türklərdə dini aşırı törənlərindən və olumsuz ibadətlərdən uzaq olması, tutuculuqdan və din təkəlciliyindən uzaq bulunması türkləri gərək qadınlar haqqında, gərək digər qovumlar haqqında çox xoşgörülü yapmışdı. Gözəl bir cümlə, uzun cümlə, 3 cümlədir, amma mən bunu bir cümlədə deyib, mən 3 cümlədə deyim. Deyir, əski türklərdə neçə şey yox idi. Onun üçün də onlar şey idilər, həm demokratik idilər, həm xanımların haqqı yuxarı idi. Nə? Əski türklərdə dini aşırı törənlərdən, aşırı yəni ifrati, ifrat kəlməsi ki var, ərəbcədir, onun türkçəsi aşırı. Deyir ki, əsri geçmiş türklərdə, qədim türklərdə aşırı dinçilik yox idi. Dedim, bizim kətlilər aşırı dinçidilər. Allah dinçiliklərin əllərindən alsın. Çünki sadəcə arvad ziddidirlər. İnsan ziddidirlər əslən. Əxlaq ziddidirlər. Din bunları bu hala gətiribdir. Deyir ki, aşırı dini törənlərdən, törən dedikcə adab-ı rusum, onlardan və olumsuz ibadətlərdən və mümkün olmayan ibadətlərdən. Yəni, 40 gün get qal filan yerdə. O cürsə ibadətlərdən uzaq olması, türklər bunlardan uzaq idilər. İbadətdə əlvi götür, göyə, Allah qutuldu, getdi. Bu həddə. Bir dua elə, Allahı istəyirsən yadıva sal, qutardı, getdi da, gedib, bilmirəm, hər halda, dinləri, çəkilər dinlərə, uzaq qalması, tutuculuqdan və din təkəlciliyindən, tutuculuq, yəni, indi bu tutuculuq özü, tutmaq bilirik ki, yəni biri isarət mənasına gəlir. Tutuculuq ya, məsələn, yox, burada şey mənasında işləyir. Tutuculuq yəni paybənd olmaq, farsca, paybənd deyirlər ha. Yəni, bağlılıq. Necə biri motad olur, bağlı olur ona, sigara bağlıdır, ya məvad müxəddirə bağlıdır, ya bir daviyə bağlıdır. Buna tutuculuq deyirlər, amma ehtiyat. Ehtiyat türkçəsi olur tutuculuq. Tutuculuq və din təkəlciliyindən. Təkəlcilik inhisarı dini. Təkəl, inhisar. Təkəlcilik, inhisarı. Din inhisarçılığından, bir dinin hakimiyyətindən nədir? Uzaq bulunması, uzaq durmuşdular. Türkləri gərək qadınlar haqqında, deyir türklər həm qadınlar haqqında, gərək digər qovumlar haqqında, o birisi millətlər haqqında da hətta çox xoşgörülü yapmışdı. Deyir ki, bu dinçi olmaq. Baxın, din, diqqət buyurun. İndi bunun mollalar da deyir. Ayətullah Mirdamad adında bir molla vardı İranda. O, daha indi yap belə, bunları açıq-açıq aşkar qışqırır, bağırır ki, o cinayət ki, dinçilər din adına eləyiblər, heç bir Hitler eləməyibdir. Din adına dinçilər cinayət elədikləri tarixdə heç kəs eləməyib bu cinayəti. Arvada cinayət eləyiblər, uşağa cinayət eləyiblər, qocaya cinayət eləyiblər, yaralıya cinayət eləyib. Yəni dinçilər, ağa, 2 dana dinçi, ikisi də müsəlman, bir-birinin başı kəsilir. O deyir, sən cəhənnəmə gedirsən, bu deyir, sən cəhənnəmə. Ağa, siz hansız, kimsə kim deyir ki, siz cəhənnəmə bölürsünüz axı? Siz nə karəsiz? Buna deyərlər o qulağı tühlü tühcülük, müsəlmançılıq. Bunu deyir ki, bunlardan uzaq idilər türklər tarixdə. Diqqət buyurun, İslamda edam var.
Osmanlı dövləti ki, türk dövlətidir, onda da edam qanunu var. Türkiyə ki, bu günləri indi görürük Rəcəb Tayyib Ərdoğan da vardı. Orada da edam qanunu var idi, silindi. Rəcəb Tayyib Ərdoğanın əvvəllərində ya şeyində, ya ondan 1-2 il qabaq ya sonra silindi bu qanun. Osmanlı dövrəsində edam olanların sayı mən bir yerdə oxuyurdum, yadımda deyir dəqiqən ki, əcəba Atatürk dövrəsində olanlar ya Osmanlı 17-18 nəfər kolli məsələn o 100 ildə edam olub. Məsələn deyəm. Ya kolli Osmanlı dövlətinin dövründə bir belə adam edam olubdu. Yəni edam eləməzlər. Çünki aşırı dincilik yoxdur. İranlar, baxmayın, İranlar üçün müsəlman deyirlər. İslamın içində adamları qətl eləyib İslamın ziddinə çalışdıqları üçün edamları çoxdur. Özləri terörist bir millətdirlər. Yəni bunların, farsların İslamın əvvəlindən bu günəcən teröristi məsləklərin, ideolojilərin hamısı farsların. Xoşgörü də dedik, xoş niyyət, xoş baxmaq. Buna da xoşgörü deyilir. Əski Yunanlıların mədəniyyətində öyrətmənləri İskitlər əski kəldanilərin Sumerlər olduğu kimi əski Germənlərin ustadları və öyrətmənləri də onlar idi. Burada biraz şeydən danışır, tarixdən danışır. Əski Yunanlıların mədəniyyətinin öyrətmənləri İsteklər idi. İskitlər idi. İskitlər. İskit adında bir qovmudur. Deyir, onlar Yunanlıların müəllimləri olublar. Öyrətmək, öyrətmən, öyrədən. Əski kəldanilərin də müəllimləri kimmiş? Sumerlər imişlər. Əski Germənlər, ehtimalən Germən, Almanlar, bu bəzi farslar deyirlər, Germənlər Kirmandan gediblər, Almanın adını eləyiblər. Kirmandan götürüblər, calibdir. Onların da ustadları və öyrətmənləri də Honlar idi. Hon millətiymiş. Gələcəkdə tərəfsiz bir tarix demokrasi ilə feminizmin türklərdən doğduğunu etiraf etmək zorunda qalacaqdır. Gələcəkdə deyir ki, tərəfsiz bir tarix yazan olursa, tərəfsiz bir siyasətçi olursa, onlar deyir ki, demokrasi ilə feminizmin etiraf eləyəcəklər ki, məcbur qalacaqlar etiraf eləsinlər ki, türklər feminizmin və demokrasinin doğar yeridir, doğar xanasıdır, doğar evidir. O halda gələcəkdəki türk əxlaqının əsasları da millət, vətən, məslək və ailə idealları ilə bərabər demokrasi və feminizm olmalıdır. Deyir ki, gələcəkdə bizim camiəmizin 6 dana payası olmalıdır. 1. O halda gələcəkdəki türk əxlaqının əsasları millət, el, vətən, yurt, torpaq, məslək, iş, ailə, farsça xanəvadə, idealları ilə bərabər bunların yanında demokrasi, feminizm. 6 dana. Yəni 6 dana bizim gələcək türkün camiəsinin gərək payası olsun. Kitabı tərcümə eləyən aşağıda bir üstdəki İran yazmışdı. İran və Yunan ona bir açıqlama gətirib. Yazıb ki, farsların, özəlliklə əsli farsların kültürü haqda ayrı bir kitabımda yetərincə bilgi vermişəm. Bunu mütərcim yazıbdı. Bəli, mütərcim yazıbdı ki, mən bir ayrı kitab tərcümə eləyibdi ya yazıbdı. Orada deyir ki, yetərincə şey vermişəm. Maraqlı olanlar kəsrəvi iki şəxsiyyətli olaraq yarım millətçi türk və ya tamam ingilisçi fars kitabına baxa bilirlər. Deyir ki, əlaqələri olanlar, maraqlı olan insanlar ki, istəyirlər oxuyarlar, kəsrəvinin kitabına baxa bilərlər. Hangi kitabına? Kəsrəvinin iki şəxsiyyətli olaraq yarım millətçi türk. Onun bu adda bir kitabı olmuş olmalıdır və tam ingilisçi fars kitabına baxa bilərsiniz. Bu dostumuz yazıb, yəni kəsrəvi yazmayıbdır. Bu dostumuz bir dənə kitab yazıb, onun adı Kəsrəvi iki şəxsiyyətli olaraq yarım millətçi türk və tam ingilisçi fars.